Discord'umuzu açım. Hər şey Salam qaydasında. hər birinizə. Salam, necəsən? Yaxşıyam, sən necəsən? Sağ ol və ilk oyunda DNK Espada qarşısında məğlub oldu. İndi isə George 5 Le Files komandaları oynayacaq. Maraqlı bir qarşılaşma bizi gözləyir, çünki həqiqətən iki tərəfdə də çox təcrübəli atlar var. İki tərəfdə uzun müddətli ki oyunu oynayan, turnirlərdə iştirak edən komandalardır. Yayınla bağlı nəsə bir problem olsa yazsanız sevinərəm. Ümumi mənada bu yayın hal-hazırda rekord da olunur və çalışacağım ki, YouTube'da da paylaşa bilim. Və bəli, beləliklə oyunumuz başlayır. Mən oyun səsini bir qədər artıracağım, çox artırmayacağım amma. Pistol roundda başlayırıq mı? Yox, bir problem var Rafin'də. Rafin oyundan düşdü, o da qayıtsın. Hər ehtimal telefona baxın, bəlkə nəsə texniki bir problemdir. Ümid edirəm nəsə böyük problem olmaz. Crash yiyib. Heç böyük bir problem deyilmiş. Belə. Hələ ki bu arada okey, gəldim. Bu arada altında Aute. Düzgün deyirəm ikini yoxsa Auto? Aha, auto. Aute'ni də izləyə bilərlərmi sosial medyada? Hansı səhifələrim var? Deyə bilərsən. Elə eyni gedir autos. Düzü biraz qaylısı tərəfiz olunur. Mən gərək belə bir şey çata yazım ki, görsəniz. Orada yazaram. Yo, mən yazım elə özüm. Tamam. Mən pinləyərəm. Səsimi artırım. Səsim az imiş. Təşəkkürlər Hadi bəy. Buradan da artıraq. Crash problemi aradan qalxdı, hə. Son 5-10 saniyə qalmışdı ki, qalxdı və oyunumuz başlayır. Bir tərəfdə George 5, bir tərəfdə Le Files. Bu arada delayimiz də var. Həm oyunda delay var, həm də yayımda delay var. Oyundakı delay Faceit ilə əlaqədar bir delaydir. Baxaq, pistol roundu necə oynayacaq komandalar. Mid oyunu ola bilər. İlkin granitlər atıldı, amma heç kimə dəymədi ki bu granitlər. Zərər çəkən yoxdur. Yavaş-yavaş ilerləyir George 5. Hələ ki Le Files də öz yerini alır. Burada biraz maraqlı bir seçim eləyiblər. Pistol roundda 3B2A yaxşı bir başlanğıc olmuyor bilər. Timing! Çox böyük bir timing və Notarius dingi yedi. Onu düşürməyi bacarırlar. Yox, Tenlə düşürülür. Library'dən gələn bir Paribus var. Rotate eləmişdi o, amma artıq çətin olacaq. İndi 3v5'lik bir retake başlayacaq Le Files tərəfindən. Smoke'da istifadə olundu. Koşidən gözəl bir tək. Yanır bu arada orada. Kimdir o? Rafin yanır. Paribus sonunda bir tək. Yagen'in yerini bilmirlər. Paribus çox gözəl döndü. Paribus 3 kill. Sonra sadəcə Fanayoza qalır. 1v2'lik vəziyyət. Kit də var. Başlayacaq indi Defuse. Paribus çox gözəl döndü ora. Düşürmək istəyirlər indi Fanayoza'nı. Çünki açıqdadır. Fanayoza vaxt keçirməyə çalışacaq amma. Düşürməyə bacarır. Bəli. Çox gözəl dönmüşdü orada. Roundun qəhrəmanı oldu kapitan. Nexus
oynamadı. Nexus oyuna gecikdiyi üçün texniki məğlubiyyət yaşadı, belə deyim. İlk round, belə. Forslamaq istəmədi George 5 burada. Sadəcə Fanayoza'da bir Deagle armor var. Deagle oyuncularda sadə Deagle'dır. Heç armorları da yoxdur. Grenade'lər dəysə onlara damage verər, amma sadəcə Tikon'da hələ ki Grenade olan oyuncudur. Notarius bir oyuncunun yerini gördü artıq. Yavaş oynuyor George 5. Yəni 5 və 3'lük clutch verdilər az öncə. Rapid və Yagen'dən gələn killlər yaxşı oynadı buranı. George 5 indi bir rotate ola bilər. Artistan B'ye dönəcəklərmi? Paribus o qədər də yaxşı bir flash deyil. Dörtlü pik ola bilər burada Paribus'un qarşısında. 4 oyuncu B'ye getmək istəyir. Məncə George 5 orada. Paribus 1-2. Paribus 2. Stola keçdi Paribus. Çox yaxşı oynadı. Yenə Paribus. Nəhayət o intiqamı ala bildi Fanayoza bu dəfə. 1v2'lik vəziyyətdə eləyəcək çox bir şey yoxdur. Qura bilməyəcək. Orada Tikon var imiş. Lefiles'te Tikon'da uzun müddətdəki oynayan səhnələrdə olan oyunculardan biridir. 2-0 belə. Nə düşünürsən Lefiles'in oyunu haqqında, xüsusən də Paribus haqqında? 7 killə hələ ki komandanın lideridir. Hələ ki sən düşünmürsən. Yo, belə yaxşı oynuyorlar. Kontrolünü almaq bacardı burada Lefiles komandası, amma ilerləyə biləcəklər. Round və 2 oyuncu var B'də sadəcə. CT'si tutlandığı üçün də orada gecikmə olacaq. Koşu və Paribus yaxşı müdafiə elədilər Araz bu arada. Öz oyuncusunu da illədi. Paribus yəni oyunun hal-hazırda qəhrəmanı da hələ ki Inferno xəritəsinin. Hamısı ona baxır. Bütün oyuncular ona baxır, amma vaxt itirməsi belə onun üçün kifayət oldu. Sadəcə Yagen qalmışdı. Yokten'də onu da düşürdü. 3-0. Yəni rifle roundda da, yəni silah roundunda da nəsə edə bilmədi burada. Yaxşı oynaya bilmədi George 5. O sanki pistolda 5 və 3'lük clutch'dan sonra biraz təsirləndi komanda. Amma bu psixoloji gərginliyi üzərindən atmalıdırlar. Hələ turnirimiz yeni başlayıb. İlk oyunlardır. Kendindən yaxşı bir grenade olarmı? Amma yapar. İlerləyiblər. Sürətli bir BRH istəyəcəklər. Yaxşı bir grenade istifadəsini Natarius'dan. Grenade'lə bir olmaq bacardı. Orada Natarius spreyi 3 killə spreydən çıxdı. Natarius'a göndərdi onları. 4-0. Koşudan bir mis. Utility'de Afromaga'dan bir entry var ama hələ ki 2-2'ye bölündü burada Lefiles komandası. Silah cəhətdən
AWP'si var. George 5'da bu arada Rafin hissələrdə orada səsini eşitdi. Güllələrin içində Matrix kimi qaçır Rafin. 17 canı var. 1 mərmiyə düşəcək. 19. Yagondan da Tikon ile o smoke açıldı. Oynamalıdır burada. O gün Rafin çok güzel bir zan. Qəşəng vurdu. Yani George 5 ilk roundunu kazandı beləliklə. Dört bir. Ve Natarius da AWP'sini çekti. Uğursuz bir flash. Bir smoke açıldı ama eşit yoktu orada. İnce bak Natarius. Bu arada gap var o smoke'ta. Ama yerinde kalmadı Natarius burada. Rufin. Natarius'u cezalandırdı burada. Tikon pite geçip. Fanayosa'dan da gelen bir kill. Tikon ses vermedi pitte ama istediler onu orada olabileceğini. Afromaga da onu düşürmeyi başarır. Sonra sadece Paribus Koşe ikilisi B side oyuncuları. Onlar da save'e gelecek burada. 4-2. George 5 ikinci roundu xanasına yazdırır. Benim sesim az gəlir. Da sesi artıraq. İndi məncə hətta çoxdur ola bilər. Ona çox gəlir. Biraz azalttım. OBS'den de baxaq. OBS'e full dərsində bence düzələcək indi. Bu arada üzerine oynuyorlar Paribus'un. Düşmemek önemlidir burada. Silahlar sevinlenmelidir. Vaxtdan sonra bu arada Afromaga düştü. Ona bir maliyyə cəhətdən ziyan çatdı təbii ki. Yox, yenə də sevləməyi bacardılar 2 dənə silahı. Yəni önemli 2 silah da 2 silahdır. B side ilə bu 2 oyuncu tutabilir silahlarla. Ama yok. İkisini üçlediler beyni. Maraqlı bir qərar. Burada Araz yaxında da onu gözləmirlər təbii ki. Bu qədər sürətli şəkildə gəlməsini. Paribus'tan balkonda bir kill ama ikini bacarmadı. Mid-7'la. Tikon çok da gözlenilecek bir yerde değil burada ve smoke içi movement'lar Tikon'dan. Buna bilse yaxşı olar vurdu. Oyuncu üstünlüğü var bu arada. Arazı hiç kim gözləmir. Niye B boşaldı birdən-birə? Niye B'ni belə boş koydular? Bilmirəm. Çok böyük səhv. Yagen'in önündeki smoke açıldı indi ama düşürdüler onu. Araz bilir iki oyuncunun da yerini. Burada bir aim trigger'lık olacak ve Araz aldı klaçı. Aim disiplin. İki oyuncunun da yerini bilirdi orada ve 3. Fanayoza AWP çekti mi? Çekti. Məncə səslər indi daha yaxşı. DC'dəki adamın səsi çoxdur bura. DC'nin səsini azaldan. Aras şansı qaçırmadı. Çox da yaxşı pik olmadı orada Paribus'tan. Diqqətsiz davrandı və B oyununu sürətləndirdilər.
Utilitilərdə çox mislər var hazırda. Hələ ki utilitilərdə mislər gəlir tez-tez. Bax. Oyuncu üstünlüyü var George 5. Bundan istifadə edəcəklərmi? Bir flash. Koşe. Bir kill çıxartdı. İkinci killə amma icazə vermədilər. Talistan'da bir AWP killi. Burada komanda yoldaşı. Pikon əsəbləşdi ona deyəsə. Baxdı bir pis-pis. Bir artıq killer alınır. Natarius'a tapmaq istəyərdilər. Orada AWP save'lətməmək istəyərdilər amma yox. Discord'un bu arada. Discord'un səsini yox, OBS'in səsini azaltsam məncə. Ben eləsəm məncə düzələcək. Bir qədər Discord'un səsini azaltdım. Hardayıq. Məncə hər şey yaxşıdır indi. Bərabərliyə gəlib çatdı George 5. Save'lenen bir AWP var. Bundan istifadə edəcək mi? Baxaq Natarius. B yoluna gələn bir Araz və Natarius bu dəfə düşürməyi bacardı. Rapin yaxın məsafədə Paribus'u düşürdü. Yox, Ten vuracaqmı? Nəhayət bir şey çıxartmağı bacardı orada. Koşini site'da gözləmirlər amma artıq gördülər. Eləyəcəyi bir şey yoxdur. Afromaga Koşeni düşürdü. Bu AWP yenə save'lənəcəkmi? Yox, istədi. Natarius ikinci vuruşunda Afromaga'nı düşürməyi bacardı. 2v1'lik bir pozisiya. Flash'da qaçdı Fanayosa. Yaxın məsafədə Rapini gözləməz orada və 5 comeback'ı attı George 5 tərəfi. 8 kill var Yagen'dən, 10 kill Paribus'da və Natarius'da da 8 kill. AWP killlər də var burada. Bu kritik bir rounddu çünki bu round deyirdim ki Natarius aldı o killi. Bu roundu versə əgər Lefides tərəfi Yagen çox yaxşı oynadı. Trade də ala bilmədilər. İlk hissədə işi çətinləşəcək və Yagen paramparça elədi buraları. Paribus da çatmadı ora. 2v4 Enter almışdılar. Entry aldıqları roundu uduzur Lefides komandası. İndi pull bitir orada. Yəni bu silahlar save'lənsə yaxşı olar məncə. Çünki save'lənmədiyində düz indi lost bonus yığılıb təbii ki, amma yəni də bu lost bonus 6-cı raundu qazanan bir George 5'a 7-ci raundda qazandırmağa kömək edəcək təbii ki. Zafin çıxdı amma Koşi onu düşürməyə bacardılar. Yagen'den bir kill daha. Bəlim. Paribus qaça biləcəkmi? 10 canı var. Üzərinə oynayacaqlar. Paribus 1 kill aldı. Amma daha artıqını eləyə bilmədi. Double AWP mi? Yox. İndi bir MP9 gəldi. Yoxdan da yarım armor M4 çəkəcək. Yəni armorlar yarımdır. Natarius'un da yarım armoru var. Orada Paribus'un da yarım armor var. Hamının yarım armor oldu. Bir dənə Koşi tam çəkə bildi. Onda da sadəcə bir molotof var. B üçün bu azdı. Yəni, utilitilər də az ümumi mənada.
İyi ki sənin son 2 raunduna giririk. Rufin yaxınlaşır. Gördü onu Tikon. Orada yine bu arada Miss Grenade etti. Çok utility miss değiller hakikaten. ...50 saniye. Burada yaxşı bir Tikon Natarius ikilisinin duruşu var. Double pick eləyə bilərlər middən çıxacaq oyunculara. Natarius anti-flash gözləyir. Bu flash çox yaxşı. Bu çox yaxşı bir oyun. Demişdim orada çıxara bilərlər kill deyə. Natarius 4 kill çıxartdı oradan. Ace-ə gedirmi? Yox, Ace-ə getmir. O qədər də yox. 6-5 gəldi. Yəni, kritik bir vəziyyət sadəcə burada yaradılan bir setup, double setup qazandırdı roundu. Və Koşedev Fanayoza'ya seivlətmədi. Yəni, çox da bir maliyyə cəhətdən problem yoxdur. Nə cəhətdən? Arazda pul var deyə. Araz onsa son rounddu hamıya ata biləcək. Yəni, bir AK pulu da var onda. Amma AWP çıxmadı. Maraqlıdır. Fanayoza'da pul da var idi amma AWP çəkmədi. Son round. Tikon sürətli oynadı balkondan. Rafin'i düşürməyi bacarıb. Mid smoke. Default oyunlar oynanılır. Banana yolu alınıb. Yox, den gördü. Molotovdan öncə smoke atılsa daha yaxşı. Smoke'un ardına molotov atılsa daha yaxşı olardı məncə. İndi bir smoke. Smoke arxası sprey gələrmi? Açıldı o smoke. Oynayırlar. Flash, yaxşı grenade. Yaxşı grenade. Yaxşı da damage verdi. Tam gözünün önündə yox denin bir smoke açıldı. Koşe'ye çox iş düşürdü amma öz işin üstəsindən gələ bilmədi hələ ki. Natarius'da AWP var. AWP üçün çox da yaxşı bir yer deyil amma o bir kill çıxartmağı bacardı amma da artıq olmadı. Araz AWP'ni götürüb yox den smoke'ların içindən Araz tapmağı bacardı. Oyunçu üstünlüyü ilə fill istədi. Bərabərlik üçün bu retake çox önəmlidir. Canlar azdı. Və bərabərlik gəldi çatdı Lefiles komandasına. Ardıcıl 4 rounda, Ardıcıl 6 roundda cavab verdi George 5. Bir double roundda da Lefiles bərabərliklə ikinci hissəyə keçdi. Nə düşünürsən hələ ki oyunlardan, komandaların oyunlarından hansı tərəf özünü daha yaxşı göstərir? Bərabər bir oyun var amma xüsusən Natarius, Yagin, Paribus, Araz yaxşı oynayan oyunculardır, daha çox killi ilə fərqlənən oyunculardır. Tikon'un kritik killəri oldu. Baxaq, ikinci hissədə nələr olacaq? Fanayos'un yeri çox yaxşıdır bu arada. Heç belə yer görməmişdim amma Paribus düşürdü onu. Böyle bir setup hiç görmemiştim. Şöyle Rafin Pit'te bir oyuncunu düşürdü ama yok daha artık olmadı orada. Az önce Lefiles bacarmıştı. 3v5 clutch. Baxaq bu dəfə artıq 2v4 clutch bacaracaq mı George 5? Ama yok, Paribus icazə verin. Paribus pistol roundlarını yaxşı oynayır.
Ondan da gelen bir kill. Yani reaksiya belə verə bilmədi Georges 5 gələn killlərə. Lefiles yenə pistol roundu qazanmağı bacarır. Öncə retake'də, indi də postplantdan sonra yaxşı oynadı. Yəqin AFK. Yəqin AFK qalıb. Burada sürətli bir oynayan Yoxten var. Silahın olmadığını bilir, onun için rahat oynuyor. Gözüm kör oldu ama ikinci killini yaxşı aldı. Stek'e girdiler bu arada. 4 aydı. 4 aya girdiler. Bir kill çıxartmağı bacardı Rafin. Rafin'le 2 kill. Yəni əlindən gələni elədi. Panayoza'dan fərqli olaraq bir grenade. Afromaganda yeri məlumdur. Orada doğru gələn də bir Natarius. Lefiles 8-6'lık üstünlüğe gəlib çatdı. Uzun bir gün bizi gözlüyor bu arada. Birazdan Valorant oyunlarımız da başlayacak. Saatlara bakın. Bizlere kol sav oyunu olacak. Ardınca protokol TPR. Sonra Koçular Might. Ardarda Valorant oyunlarımız var. ...50 saniye. B'ye girecekler. Oyun B'di. Yine smoke miss. Tekrar 10'a yakın utility misslendi oyun boyunca. Ama yani bu smoke işine yarayar mı Araz'ın? Yaradı. Bir ding de geldi Paribus'a. Aman yok. Retake yaxşı, uğurlu olmadı. Sonra sadece yəqin qalıb. 1v3'də onun yeri bilinmir bu arada. Ruins'e keçəndə o görülmədi. Ama smoke açılacaq orada. Kiti də yoxdur. Eləyəcək bir şey yoxdur. Gördü artıq Natarius. Önünə gələn bir Paribus olacaq. Smoke'u da yoxdur, kiti də yoxdur. Səs verdi. Koşe'de aldı. O kili alsa belə bu arada vaxtı olmaya bilərdi. Məncə. Bəli, olmayacaqdı vaxtı. 9-6. Lefiles yenə ilk 3 roundu qazandı. Əvvəlki belə deyim oyundan geçsək bu round da qazanacaq. Bir timeout ama Lefiles'ten.
Baxaq nələr danışıldı. Önemli bir anda götürülen timeout'uydu. İndi yarım çəkdi bu arada. George 5 yaxşı elədi burada. Yarım çəkərək 10-cu raundun riskini aldılar. Çünki burada da tam çəksəydilər gələn bir 16, 11 altını da gətirərdi. İşlər dönülməz bir yerə gəlib çata bilərdi. Yəqin yaxın məsafə bir flash yaxşı olar burada. Natarius çox diqqətli gəlir. Gördülər artıq. Grenadlər gələcəkmi? Öz komanda yoldaşı smokeladı buranı. Burada Yagen'in qalmasının bir məntiqi qalmadı. Boost'a çalışırlar. O boost gəldi. Yaxın məsafədə o silah çox risklidir. İkinci flash'ı da atdı Afromaga. Oynayırlar bu arada B'ye girmək istəyirlər. Yəni B'nin kontrolunu almaq istəyir George 5. Smoke içindən yox, oynamadı, qaldılar. Yerdən AK götürülmədi bu arada. Yine bir AK qalıb. Bir kill. Yox, indi Yagen'i gözləməzlər. İndi Yagen'i gözləməzlər, amma Yagen'də bir kill ilə kifayətləndi. B boşdu. 3-3'lük vəziyyət. CT smoke da atıldı. Keçişi artıq əngəlləmək mümkün deyil. Retake. İki flash, bir molotofu da var hələ Lefles'in. Onlardan da istifadə edəcəklər. Oo, tek kaldı. Tek kaldı burada Yokten. Smoke da var. Bir yeri de bilinir. Yokten belki son saniye vesaireydi Araz'da, yani bir saniyesi kalmıştı belki de. Defuse'a 16. Ha, bu gözlenilen iyiydi ama indi əsas George 5'in istediği round budur. Ekstra olardı eğer o roundda kazansa. Fanayosa yaxşı bir vuruş. Mid smoke təzələndi. Buranı yavaşlatmalı olacaq Lefles komandası. George 5 əvvəlki hissədə elədiyini təkrarlamağa çalışır. İndi 4 round vermişlər, amma ardıcıl 6 round qazanmışlar. Baxaq bu dəfə də bacaracaqlarmı? B sayda girmək istəyirlər. Oradan Natarius Araz'ı düşürməyi bacardı. B sayda sadəcə Afromaga qaldı. Ruin smoke da atıldı. Amma Yokten düşürməyi bacardı Afromaga'nı. Buradan Natarius'un yeri yaxşıdır. Düşdü mən Natarius'a baxana qədər. 11-6. Bu artıq kritikdir. Məcburən save lazımdır. Save'letmək istəmirlər yəqin, amma qaça biləcək o. Belə 11-ci raundu qazandı Lefles komandası. Afromaga və Araz yarım armor çəkəcək. Araz nə edəcək? Araz full armor formasa çəkə bilər hələ ki. Baxaq. Bu arada Rafin yarım armor çəkdi utilit almaq üçün. Fədakar.
Araz'a da bir AK atılıb. Pis deyil hələ ki. Təbii ki, yəni, altda da hələ pulları da var. Məsafə yəqin bir killə kifayətləndi, amma Rafin trade'ini aldı komanda yoldaşına. Rafin yaxşı oynadı buranı. Canı azdı və 3-2-yə qədər gətirdilər vəziyyəti. O, Fanayosa istədi. Double scope açmışdı orada. 2 scope'dan keçiş rahat oldu. Yəni bir scope-la baxsaydı bəlkə də vura da bilərdi hətta. 2v2'lik retake. Vaxt var, kit var, smoke var. George 5 üçün çox önəmli, kritik bir round. Yedi bilirlər artıq, Araz yoxdeni düşürməyə bacardı. Bombanı axtarır. 12, 11, 7 daha doğrusu. Önemli roundu kazanmağı bacardı George 5. Yarım çəkə bilər burada Lefles, çünki hələ gözə alacaq roundları var. Və maliyyə yığa bilərdilər, çünki Tikon dediyim kimi Mac'den çəkməli oldu. Paribus Mac'den çəkib. Bir oyuncuda da kimdi o? Koşe'də də utility azdı. Əslində yarım çəksə heç olmazdı. Fanayosa üçün yaxşı bir angle var burada və bəli, bu angle 2-lə gəlirəm deyirdi. 8-ci round gələ bilər. Atarius'tan gələn bir Yagenkili heç kim kömək eləmədi orada Yagenə. Baxdım bəlkə tərpənən onlar heç bir komanda yolaş gəlmədi. Minikpitdə yandı orada. Bir George 5 oyuncusu. Bu fake məqsədli istifadə olundu. B'də bitirmək istəyir. Lefles. B'də isə sadəcə Afromaga var. Ankor oyuncusu kimi qalıb burada. Buradakı sakitliyə görə Araz da rotate eləyim mi eləməyim mi arasındadır. Amma Afromaga indi infoları verdi. Gəlirlər dedi. Natalius'u gördü. Afromaga. Natalius düşməyi bacardı amma. Artıq nə eləmədi? Rofin bu arada çox tez gəlib bananaya. Bu qədər sürətli bir banana oyuncusu gözlənilməz. Amma səs niyə verdi ki? Bilmədim. Arazdan gələn bir kill. Canaz da orada. Paribus'u düşürməyi bacardı. Sonra sadəcə Koşe qalır. Koşe! Rufin'i de düşürdü Fanayoza'nda.
Bəli, qayıtdım bu arada. George Swive'da bir round alıp George Swive Jagen'den bir Natarius kill de var. Jagen yaxın məsafə üzərinə oynuyorlar. Yox, bir kill çıxartdı. Smoke içindən Fanayosa'dan gələn bir kill. Rofin çox yaxşı oynadı və sadəcə xoşa qaldı. Default'a yandırmadı default'u. Ve Araz'da Koşeni düşürdü 12-9. Bir taraftan Valorant'ı da açım. Qeydiyyat pullu değildi. Valorant 5 dəqiqədən başlayır, 10 dəqiqədən. Ha, bir, 4'te deliyorsan. Bəli, delayimiz də var. Hardasa bir 15 dəqiqədə yayında olanlar üçün. Sonra nə sual idi? 4'də dedi. Hə, bəli, yazıblar. Eko'dur burada. Lefilesini eləyəcəyi çox bir şey yoxdur. Ona salacaklar. Sürətli bir A oyunu. Rufin. Haribo Setikon bu arada killleri aldı. Pikləməməlidirlər. Canlar azdı burada. Yani grenade yoxdur. Böyle yine mis bir utility. Yani ne kadar utility'ni istədilər. Sayı hesabı qalmadı. Buradan round mu kazandılar ama yok. Jagen bir kill de çıxartdı artıq. Canı azdı iki oyuncunun da. Tikonun da yok senin de. Yeri de məlumdur və bəli. 12-10. Bir overtime görebilirik. Eğer bir kanalda kazansa Files tarafı. Killere bak, 21 kill Jagen, 18 kill Rufin, 15 kill'de. O da doğrusu 16 kill'de Araz. Diğer tarafta Natarius 22 kill'dedir. 18 kill'de Koshi. 16'da yok. Den 15'te Paribus. Rufin bu arada çok ince bakırdı. Keçişi gören kim Molotov istifadə elədi. O ne grenade idi. Arazdan kritik bir miss bu arada ama Afromaga komandır başın səhvini tamamladı. On 12-11 ve overtime'a gelirik burada böyle ihtimal çünkü pullar yoktu. Lefiles her şey çekecek. Galil geldi bir tane. Paribus da bir Galil çekebilir ya da Light Armor AK.
Bir Mac'den, bir Tech9, bir tane de Galil Yokten'den Paribus'unu çekecek. Bir timeout ona kadar bence beni dəvət elədilər mi? Yox, hələ ki dəvət olunmamışam. Bu oyun bu arada uzatmaya geçsə təəssüf ki keçirəcək. Sav S4V Zero Call oyununa bir timeout'a geldi. Bu defa anti-T-Side'dan. Orada hələ ki pikban olunur. Bu arada böyük ehtimal burada en az bir 2 round izleyebileceğiz. Orada yəqin ki oyun 16:03'te 16:05'te başlayacak. Plus da bir delay de olacak. Yəqin ki 16:10'da siz artık oyunu göreceksiniz ekranlarda. Bizde de 16:05'te falan geçerik Valorant'ta. Bu arada ben OBS'in rekorduna güvenmediğim için yayını yani açıp bağlayacağım. Her ihtimal. Ayrı ayrı yayınlar kimi düşsün diye Twitch'e. YouTube'a yüklenecek çünkü oyunlar. Oyun başlayır. Paribus dediğim gibi Light Armor AK flash ile pulu çatırdı. Onu da çektim. Arda arda timeoutlar götürür aslında. Tekniki bir şey yoktu burada. Ama başa düşə bilmirəm. Orada ses problemi var diyese.
Deyirəm səs yayına gedir. Mən heç nə eşitmirəm. Altıya gəl danışırsa eşitmirəm, amma böyük ehtimal səs problemi. Sadəcə mən dəysəm, toxunsam gedə bilər oyun. Onun üçün bu round bitsin sonra. Elə gözlədiyim kimi də oldu 12-12. Overtime'a gedirik. Səslər məndə qayıtdı. Discord'a bir dənə baxmaq istəyirəm. Auto, eşidirsən məni? Eşidirəm. Tamam. Məndə nəsə problem olmuşdu. Səs gəlmirdi. Deyəsən hamı Valorant oyununu gözləyir. Bilirəm ki, sən də gözləyirsən. İnşallah başlayarıq. Bu oyunda mən oradan xəbər aldığım an ora keçəcəyik. Allah, başlayırıq Valorant'a. Burada yine bir miss flash bu arada.
Panayosa yaxşı oynadı buranı bu arada. 13-13. Aldılar. Bərabərləşdilər son round. İlk hissədə. Və yavaş-yavaş bu oyunu yekunlaşdırmalı oluruq. Valorant oyunu da başlayır. Bir roundda izləyək. Məncə belə keçə bilərik. Yekunlaşdıraq bu oyunu yavaş-yavaş. İzlədiyiniz üçün təşəkkürlər.